Səhər-səhər bax belə səhər tezdən durub bax bu yollarımızı, şəhərimizi təmizləyirsiniz. Ne deyə bilərdiniz bax məişət tullantılarını maşından tullayan şəxslərə, bax belə şəhərimizi belə çirkab saxlayanlara ne deyərdiniz Əzizana? Biz təmiz olsunlar, şəhərimizi gözləsinlər, təmizliyə riayət eləsinlər. Bu türə gözəl şəhərdir. Bəli. Hal-hazırda onların daimi yanında olan Orxan müəllim də buradadır. Salam Orxan müəllim, sabahınız xeyir olsun. Orxan müəllim, bax mən elə səhər tezdən deməli gəlirdim, bu yolu görürəm. Analar səhər-səhər mən çəkib paylaşıram. Bu yolları belə təmiz saxlayırlar, təmizləyirlər. Ne deyə bilərdiniz bax bundan bağlı? Bax səhər tezdən səhər saat 8-in yarısından var müəllim iş davam edir. Axşam saat 6-ya kimi yüksək səviyyədə şəhərin bütün istiqamətlərində təmizlik işləri yüksək səviyyədə bax gördüyünüz əməkdaş insanların sayəsində davam edir. Mən də buradan ümumi tuturum rayon sakinlərinə ki, gəlin şəhərimizin təmizliyini qoruyalım, saxlayalım. Yəni bu insanların əziyyətini yerə vurmayalım. Yəni hər gün yüksək səviyyədə bax küçə prospektlər təmizlənir. Sonra hansısa məsuliyyətsiz insanların sayəsində şəhər natəmiz vəziyyətə düşür, deyirlər kompost işləmir. Amma reallıq göz qarşısındadır, şəhərin bütün istiqamətlərini çəkir, işin getdiyini görərsiniz. Bəli Orxan müəllim, mən də görmüşəm ki, maşınla gedərkən məişət tullantılarını, hətta şüşəni yendirib tullayırlar. Hətta mağazaların qarşısında zibil qablarında olan zibilləri götürüb yola tökürlər. Bu halları mən də izləmişəm və müşahidə etmişəm. Amma hər birimizin borcudur. Sənin vurğuladığın kimi saat 8-in yarısında insanlar bax belə şəhərimizin təmizləməsi ilə məşğuldurlar. Mən də görmüşəm. Sənin sözünə qüvvət. Ne deyə bilərdin? Yəni bax bu analların əziyyətini belə deyək də tullayaraq məişət tullantılarını onun əziyyətini yerə vururlar məncə. Yəni mənim fikrim bundur. Çünki bu insanlar səhər saat 8-in yarısından axşam saat 6-ya qədər əziyyət çəkirlər. Şəhərimizin təmiz olması üçün canla başla çalışırlar. Ona görə də biz də rayon sakinləri olaraq bu insanların əməyini qorumaq lazımdır. Baxın görürsünüz, bəziləri evində rahat yatır, amma bu insanlar yenə də görürsünüz təmizlik ilə məşğuldurlar, yüksək səviyyədə. Yəni rayon sakinlərindən müraciətim budur ki, gəlin şəhərimizi qoruyub təmiz saxlayalım. Bəli. Bu yəni hər gün təmizlənir. Sizə də təşəkkür edirəm ki, sağ olun ki, çəkib göstərirsiniz, bu insanların əməyini qiymətləndirirsiniz. Mən təşəkkür edirəm. Səhəriniz, gününüz, sabahınız xeyir. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Orxan müəllim Allah canı sağ eləsin. Balasını xeyrin görsün. Allah xeyirliklə versin. Çox sağ olun. Xalqımıza Allah Natiq müəllimi qorusun. Adına qalacaq müəllim. Allah müəllimə can sağlıq versin. Gözəl arzu alın Natiq müəllimə. Çok sağ olun. Çok sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.